Bir restoranın sahibi, bugün cüt kızlar var qoşa-qoşa, restoranlarda, ailəvi restoranlarda oxuyurlar. Əyinləridir. Mahnıdan çox rəqqasəliklə məşğuldular. Göbək rəqsi oynayırlar da, belə deyim. Yəni, baxırsan ki, adam oraya oxumağa gəlməyib və mümkün deyil sən oraya oxumağa gələsən. Və sənə gələnlər, baxanlar da sadəcə sən bədənini necə oynadırsan, ona görə baxırlar. Ora heç kim istirahət üçün gəlmir. Hansısa qızın bədən ölçülərinə baxmaq üçün gəlirlər. Baxın, o restoranın sahibləri də, o mağazaların sahibləri də. Ən böyük problem sizin özünüz. Niyə bu duruma düşməliyik? Niyə Azərbaycan qadınlarının bəzisi bu formada özünü təqdim etməlidir ki? Və onların izləyiciləri də sosial şəbəkələrdə durmadan artırlar. Reallıq deyil, reallıqdır da. Nə qədər dəstək olacaqsa, o qədər də sayıları çoxalacaq bu insanların. Və sabah heç birimiz şoka düşməyək ki, ay Allah, filan kəslər arta gedir. Çünki biz istədik onlar artsın. Çünki biz onlara dəstək verdik və bundan sonra da hələ daha çoxlarını görəcəyik və bu günümüzə şükür eləyəcəyik ki, ay Allah, dünən bundan daha yaxşı idi hər şey.